Salam dəyərli izləyicilərimiz. Bugün yenə Medlogs efirimizin növbəti bir buraxılışındayıq. Studiyamızın qonağı Tibb Universitetində Tədris Terapevtik Klinikasının uşaq şöbəsinin rəhbəri Qoşqar İsmayılovdur. Qoşqar doktor bizim dəyərli pediatrımızdır, hansı ki həm valideynlərin, həm də uşaqların sevimlisidir. Doktor, sizi studiyamızda görmək çox xoşdur. Xoşdur. Təşəkkür edirəm öncədən dəvətiniz üçün. Ümidvaram ki, bugünkü görüşümüz maraqlı olacaq. Çox maraqlı olacaq. Ümumiyyətlə, mənim ilk belə bir sualım var sizə. Adətən xanımların seçdiyi bir ixtisas yönümüdür və bir bəyin də xüsusilə pediatr olması mənə elə gəlir ki, onun o fərdi xüsusiyyətlərindən, onun qayğı keçdiyindən xəbər verir. Ümumiyyətlə, pediatriya olan marağınız, meyliniz hardandır? Çox maraqlı sualdır. Mənim pediatriya olan marağım uşaqlıqdandır. Çünki mənim atam da pediatrdır, indi hal-hazırda təqaüddədir. Və mən uşaq idən, hətta 7-8 yaşlarımda olarkən atam evdə belə pasiyent qəbul edəndə mən marağına baxırdım və bu sahə məni cəlb eləmişdi. Allahın qismətidir ki, bizim dövrdə, yəni ki, seçdiyim yer pediatriya oldu və ora qəbul oldum. Və bir də ki, bizim də genetik, belə deyək, qohumlarımızda mənim nənəmin əmisi qızı da məşhur pediatr olub. İndi onun adına, Kübrə Fərəcova adına Pediatriya İnstitutu onun adını daşıyır. Yəni, bizdə nəsilimizdə var belə pediatriya meyli. Nə gözəl, doktor. Həqiqətən də çox gözəl bir meyildir. Hansı ki, bəlkə də minlərlə uşağa, daha böyük sayda uşağa siz təkrarən hər hansı bir xəstəliyini sağaltmaqla, hər hansı bir kritik anda dəstək olmaqla böyük bir xeyir işlər görmüsünüz. Mən pediatrlar haqqında hər zaman belə düşünürəm. Təbii ki, bir məqamda deyim ki, uşaqlarla çalışmaq mənim üçün çox hər tərəfli olaraq çox maraqlıdır. Belə ki, uşaqlar çox saf niyyətlidirlər, onlar auralar xoş olur və insanları kiçik yaşdan profilaktik olaraq, həm də müalicə olaraq sağlam böyütmək, onlara düzgün istiqamətləndirmək gələcəkdə onların sağlam bir insan kimi cəmiyyətdə yaralı olması üçün nəticələnəcək. Yəni, bizim məqsədimiz onları sağlam gələcək, belə deyək, bir pediatr, bir həkim olaraq yönləndirməkdir. Mən sizlə tamamilə razıyam. Məncə düşünürəm, bu səbəbdən də pediatrların o simasında o müsbət əhval-ruhiyyə hər zaman hiss olunur. Doktor, ümumiyyətlə, sürətlə dövrümüz irəliləyir. Müasir dövrümüzdə bir pediatr olaraq uşaqlarda hansı xəstəliklərin daha çox ön plana çıxdığını görürsünüz? Müasir dövrdə təbii ki, artıq uzun illərdir ki, həm öz təcrübəmdə, həm statistik baxdığım zaman görürəm ki, təbii ki, rutin olaraq müəyyən infeksiyalar var ki, artıq hər il bunlar rast gəlinir müəyyən aylarda, amma təbii ki, getdikcə həm ətraf mühit ekologiyanın korlanması, həm müxtəlif radiasiyaların artması, eyni zamanda mən deyərdim ki, daha da çox rol oynayan bir faktordur ki, düzgün qidalanmamaq, qeyri-təbii qidalara üstünlük vermək, yarım fabrikat qidalara üstünlük vermək, fast food, bütün bunlar özü yeni xəstəliklərin ortaya çıxmasına və əvvəlcədən olan infeksion xəstəliklərin təkrarlanmasına gətirib çıxarır. Yəni, bu da çox zaman immun sistemin zəifləməsi və mütləq bu amillərin içərisində stresi də sadalamaq lazımdır ki, stres də böyük rol oynayır. Həm uşaqlar, həm böyüklər. Bəli, doktor, çox razıyam sizlə. Doktor, son zamanlar, ümumiyyətlə, indiki dövrdə doğulan uşaqlar haqqında belə bir fikir səsləndirilir ki, indiki uşaqların immuniteti çox zəifdir, dayanıqlığı aşağıdır, iradi keyfiyyətləri zəifdir, daha həssasdırlar, daha sensitivdirlər. Bax, bu fikirlərlə razısınız və əgər razısınızsa, bəs bunun təməl kökü fizioloji olaraq nədir? Uşaqların daha həssas olması, bu daha çox valideynlərdən asılıdır. Təbii ki, valideynlərin bugünkü gündə cavan valideynlərin stres içində yaşanması, onlar yeni bir internet erasında daha çox, belə deyək, bir çox şeylərdə kənardan alması, daha rahat şəkildə, komfortlu şəkildə əldə etməsi və
oturaq həyat tərzi, biraz öncə dediyim stresin artması, bütün bunlar həmən anadan doğulan körpəyə genetik olaraq keçir və onlar daha çox həssas olmağa başlayırlar. Mən adi öz praktikamda görürəm ki, hansı ki valideynlər özləri həm ruhən rahatdılar, səbirlidirlər, təmkinlidirlər, onların övladları, məsəl üçün 1 yaşında övladını müayinə edərkən çox sakit olur. Yəni heç bir ağlamaq, bir problem yaratmaq kimi belə bir şeylərlə rastlaşmırıq. Amma hansı valideyn ki, özü təşviş içində olur, panik ataklara var, onun övladını da belə müayinə eləmək çətin olur. Yəni çox belə deyək, qışqırıqçı və s. narahat bir uşaqlar olur. Yəni çox zaman buna görə müraciət edirlər ki, doktor bir dərman yazın ki, ya da bir nevroloqa yönəldin ki, biz uşağımız rahat yatsın, daha sakit olsun deyirəm ki, bu təbii xəstəlik deyil, sadəcə ola bilər. Artıq formalaşmış bir xarakterdir də. Artıq gələcəkdə bu da. Bu sizin övladınız sizin kimi belə panikaya meyilli ola bilər. Təbii ki, bunu öncələmək olur, qarşısını almaq olur. Bəli. Mən düşünürəm ki, yəni bunun əsas mən belə görürəm ki, əsas səbəbi qidalarla yanaşı müxtəlif şərait, yaşadığı mühit təsir edir. Gələcək həssas doğulmasın. Təbii doktor, tamamilə razıyam sizdən. Ümumiyyətlə məni son zamanlar belə bir sual da maraqlandırır. Keysəriyyə əməliyyatı ilə doğulmuş uşaqlar, təbii doğulmuş uşaqlar, məncə bunların inkişafında olan fizioloji fərqlərə və yaxud da ki, sağlamlıq fərqlərinə və yaxud da hər hansı bir göstəricilərə ən çox şahid olacaq şəxs məncə pediatr ola bilər. Düzdür, indi müasir dövrümüzdə müxtəlif nəzəriyyə, fikirlər var bunlarla bağlı. Müxtəlif düşüncələr var, müqayisələr də var, tədqiqatlar da var. Sizin öz praktikanızda gördüyünüz nədir məhz? Öncəliklə bu keyserin artmasının əsas səbəbi mən təbii ki, valideynlərdə daha çox görürəm. Çünki onlar statistik məlumat toplayıram ki, daha çox valideynlər, anaların öz rahatlığı üçün olan bir atdığı addımdır və müəyyən bir qismdə müəyyən əks göstəriş xəstəlikləri var. Və mən onu hiss edirəm ki, yəni biz təbii ki, dünya alimlərinin praktik araşdırmaları və s. göstərir ki, autizm rast gələ bilər keserlə doğulan uşaqlarda, müəyyən allergik xəstəliklər arta bilər, psixoloji problemlər arta bilər. Ancaq bunun kökündə təbii ki, bir neçə amil var. Birincisi, yəni bizi Allah belə yaradıb ki, təbii doğuşla olmalıdır və bu zaman müəyyən bir yoldan keçir və bu doğulan körpə təbii ki, o ananın doğuş yollarına kontaktı olduğu üçün, yəni bizim bildiyimiz bilgilərdə bu həmən oradakı mikrobiota ilə kontaktı olur və bu da gələcəkdə onun immun sisteminə təsir edir, bağırsaq biosenozuna təsir edir və təbii ki, müxtəlif xəstəliklərdən qoruyur. Hətta psixoloji olaraq daha möhkəm olur. Və bu keysərli doğuş gələcəkdə ananın süd verməməsinə də təsir edir. Ananın da psixoloji durumuna təsir edir. Doktor, çox geniş izah elədiniz. Sizə çox-çox təşəkkür edirəm. Sual mənim üçün çox önəmli idi. Belə bir məni maraqlandıran fikir də var. İndiki dövrümüzdə və indi hal-hazırda çox fərqli bir virus növü keçirilir uşaqlar. Çox ağır bir xəstəlik dönəmi keçirdirlər. Temperatur uzun müddət davam eləyir. Öskürəkdir, digər hallardır. Demək olar ki, uzanır, keçmir. Bax, bu prosesi necə dəyərləndirərdiniz? Yəni, həqiqətən də indiki xəstələnən uşaqlarla bir 20 il öncəki və bir 40 il öncəki bu virusu keçirdən uşaqlar arasında kifayət qədərmi böyük fərq var? Valideynlər haqlıdırlarmı? Təbii ki, böyük fərq var. Hətta mən deyərdim ki, pandemiyadan öncəki, bir 10 il öncəki həkim, pediatra müraciət ilə indiki arasında çox böyük fərq var. Əvvəllər, misal üçün, 5 il, 10 il öncə bir valideyn övladını həkimə gətirirdi. Bir də təkrar bəzən 1 il, 2 il sonra müraciət edirdi. Ən tez halda 6 ay ərzində müraciət edirdi. Amma indi elə bir vəziyyət yaranıb ki, övladlarını bəzən 3 aydan bir, 2 aydan bir həkimə müraciət edirlər və hər dəfə fərqli-fərqli xəstəliklərlə müraciət edirlər. Yəni, bunun da səbəbində təbii ki, immun sistemin zəifləməsidir. Və bu da köklənir, yəni ilk dediyim
düzgün qidalanmanın olmaması, yuxu rejiminin olmaması, ətraf ekologiyanın korlanması və stres. Bütün bunlar hamısı təsir edir bizə. Bəs valideynlər bu immuniteti gücləndirmək üçün nə etməlidirlər? Valideynlər təbii ki, immuniteti gücləndirmək üçün birinci özləri də sağlam qidalanmalıdırlar, sağlam həyat tərzi keçirməlidirlər, öz yuxu rejimini normal tutmalıdırlar və müəyyən problem yaradacaq işdə və yaxud ətraf mühitdə olan insanlardan, stressdən uzaq durmalıdırlar və yaxud da problem varsa onu həll etməlidirlər. Özləri də bacarmırlarsa dəstək almalıdırlar və s. Yəni belə olduğu halda təbii ki, valideyn tərəfindən deyirəm, bu övladın sağlam böyüməsi üçün böyük bir təməl yaradır. Eyni zamanda vaxtında hər hansı bir profilaktik peyvəndlərin olunması çox vacib rol oynayır. Həkiminə profilaktik müayinələrə gətirilməsi və yaxud da ki, yüngül bir infeksion xəstəliyi, kəskin respirator xəstəliyi keçirdiyi zamanı həkimə müraciət eləməsi onun tez bir zamanda bərpa olunmasına və immun sistem möhkəmlənməsinə gətirib çıxarır. Təbii, doktor. Və belə bir sualım var. Ümumiyyətlə, uşaqların indi hal-hazırda temperaturu bəzən kəskin yüksəlir. Bu halda valideynlər qıc olmadan da qorxur. Ümumiyyətlə, temperatur belədir, dəhşətli bir yuxuya çevrilir bəzən ana üçün, valideynlər üçün. Sizcə bu belə olmalıdırmı? Sizcə düzgün yanaşılırmı ümumiyyətlə? Ümumiyyətlə, temperaturanın yüksək olması, yəni temperatura müdafiə funksiyasını göstərir. Orqanizmdə gedən iltihabi prosesin, infeksiya ilə kontaktın nəticəsində ortaya çıxan bir patoloji prosesin bir nəticəsidir. Yəni biz bunu valideynlər üçün hazırladığımız üçün çox terminlərlə demək istəmirəm. Sadə yolla demək istəyirəm. Yəni qorxmaq lazım deyil. Mən Avropada da təcrübə keçərkən görürdüm ki, Avstriyada məsələn 39 dərəcə temperaturasında olan uşağı qızdırma hərarət salıcı dərman verirdilər və yarım saat gözlətirdilər ki, o temperatura ensin, sonra digər prosedurlar həyata keçirilsin. Düzdür, bizim millətdə, gözəl millətdir, ancaq tez təşvişə düşürük, panikaya düşürük ki, niyə 39-dur, 40-dır, mütləq iynə olunmalıdır, əzələ daxili yaxud venaya olunsun, sistem olunsun ki, uşağın tez temperatusu düşsün və yaxud da qohumunda və ya böyük qardaşında, bacısında qıcı olma olmuşdur, qorxurlar ki, təkrar yenə də ola bilər. Amma mən onu deyim ki, 9 ay, 5 yaş arası o temperatura fonunda görünən febril qıcı olma hər övladda, uşaqda görülmür. Bu da genetik meyilli olmalıdır, epilepsiya nəslində olmalıdır və s. Bundan qorxmaq lazım deyil. Digər hallarda, misal üçün, temperatur yüksək fonda, mən həmişə deyirəm, əgər 39 dərəcə temperaturası varsa, ətraflar soyuqdursa, mütləq masaj olunsun və yaxud isti suya salınsın. Çünki belə olmadığı halda temperatur fərqləri yarandığı üçün yuxarı-aşağı ətraflarda istər-istəməz uşaqda bir bayılma kimi hallarda rast gəlinə bilər. Bunu qıc olma sudurqa ilə, yəni belə valideynlərin dilidir desək, oxşatırlar, amma bu elə deyil. Yəni bu qıc olma deyil hər dəfə. Və qıc olmanı dəqiq müəyyən etmək üçün də onun öz yolları var. Yəni mənim valideynə əsas tövsiyəm odur ki, belə hallardan temperaturadan qorxmasınlar. Sadəcə 38 yarımdan yuxarı temperatur olarsa mütləq hərarət salıcı versinlər. O da valideynin, daha doğrusu həkiminin göstərişi ilə. Bəli. Doktor, sizcə ümumiyyətlə indi hal-hazırda insanların, valideynlərin, pediatrın sözünə olan belə deyək, riayət eləmələri, tabe olmaları, əməl etmələri nə qədər tam adekvatdır və nə qədər çox məsuliyyətlə yanaşa bilirlər? O, əslində iki səbəbdən asılı. Bir, valideynin özünün belə deyək, düşüncəsindən asılıdır, bir də həkiminə olan inamından asılıdır. Mənim düşüncəmdə odur ki, əsas onun həkiminə inamı çoxdursa, o özü nəyisə bir tək başına qərar vermir və yaxud da ki, əczaçıdan öyrənir, nəsə dərman vermir, öz həkimlə mütləq məsləhətləşir. Ən azı gətirə bilmirsə, telefon vasitəsilə məsləhətləşir. Amma bəzən bu son dövrlərdə də görürük ki, bu süni intellektin çıxması da bir qədər valideynlərin girərək çaşdırır, bəli, müxtəlif informasiyalar alırlar.
və özləri tətbiq eləmək istəyirlər və bəzən də olur ki, mənim də pasientlərimdə 1-2 dəfə olub, mənim 2 il öncə yazdığım resepti tətbiq eləməyə çalışıblar, ancaq sonra görüblər, yox, mütləq həkim baxmalıdır. Yəni, çünki o öncəki xəstəlik fərqli xəstəlikdir, hər dəfə eyni dərman olmaz. Onun üçün mütləq müraciət edirlər ki, yenidən müayinə edək və müalicə yazaq. Yəni, belə bir hallar olur. Ona görə mən həmişə tövsiyəm odur ki, mütləq öz pasientlərimə də deyirəm ki, mütləq problem varsa müraciət edin, biz də Allahın izni ilə yardımcı olaq. Nə gözəl doktor. Belə bir sualım da var sizə. Ümumiyyətlə, uşaq inkişaf dönəmləri necə? Bir pediatr tərəfindən nə qədər izlənilir və nə qədər orada ləngliklər görüldükdə və yaxud da nə qədər orada problemlər görüldükdə birbaşa olaraq, məsələn, korreksiyaya yönləndirilir və ya nevroloqa yönləndirilir? Neonatal dövrdən sonraki 1 ay, 2 ayından başlayaraq artıq pediatr müraciət olunur. Mən çalışıram ki, hər biri maarifləndirim ki, hər ay xüsusilə 1 yaşa qədər hər ay müraciət eləsinlər. Burada tək fiziki deyil, həm də biz bunun intellektual olaraq əqli inkişafını da biz psixomotor inkişafını yoxlamalıyıq və 1 illik müayinə içərisində orada mütləq oftalmoloqun, nevroloqun müayinələri də rutin olmalıdır. Profilaktik olaraq müxtəlif ultrason müayinələrdən keçməlidir. Profilaktik məsələ gedir ki, biz onun həm xarici, həm daxili olaraq normal inkişafını tam görə bilək də və hər hansı bir valideyn 3 ay, 5 ay nəyisə gecikdirib sonra gələn zamanı istər-istəməz burada gecikmələr rast gəlinə bilər və 1 yaşından sonra da xüsusilə də boyunu, çəkisini izləmək də mütləq məsləhətdir. Doktor, mən sizə çox-çox təşəkkür edirəm. Çox maraqlı bir müzakirə oldu mənim üçün. Çox yeniliklər əldə edə bildim sayənizdə və nə yaxşı ki, dəyərli zamanınızı ayırdınız və gəldiniz. Həqiqətən də studiyamızda çox maraqlı bir, sanki bir workshop şəklində bir müzakirə keçdi. Təşəkkür edirəm. Çox sağ olun sizə də Ayda xanım. Belə gözəl, maarifləndirici verilişə məni çağırdığınız üçün, dəvət etdiyiniz üçün mənim üçün də çox xoş oldu. Sağ olun. Çox sağ olun doktor, var olasınız. Bu dəfəki efirimizin də sonuna gəldik və studiyamızın qonağı dəyərli həkimimiz Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Uşaq şöbəsinin rəhbəri Qoşqar İsmailov idi. Növbəti görüşlərə dək.